Bəzi firqə mənsubları Əş-Şura surəsinin 23-cü ayəsini Peyğəmbərin zamanında və ondan sonra Peyğəmbərin qohumlarına sevgi kimi təfsir edirlər. Əş-Şura 23. Allahın iman gətirib yaxşı işlər görən qullarına verdiyi müjdə budur. De, bunun müqabilində sizdən qohumluq sevgisindən başqa heç bir əvəz istəmirəm. Kim yaxşı bir iş görərsə, orada onun yaxşılığını artırarıq. Şübhəsiz ki, Allah bağışlayandır, şükrün mükafatını verəndir. Lakin bu cür təfsir Quranın digər ayələri ilə ziddiyyət təşkil edir. Çünki Quranda dəfələrlə bildirilir ki, Peyğəmbər insanlardan heç bir əvəz, mükafat və ya qarşılıq istəməyib. Aşağıda qeyd olunan ayələr həm də göstərir ki, Peyğəmbərin əsas məqsədi insanlardan şəxsi mənfəət və ya ailə üzvlərinə bağlılıq tələb etmək deyil, onların Allah yoluna yönəlməsini təmin etməkdir. Əl-Furqan 57. De, mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Yalnız Rəbbinə doğru bir yol tutmaq istəyən kimsələr olmalarını istəyirəm. Sad 86. Ey Peyğəmbər, de, bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mən Quranı özümdən uydurmamışam. Belə ayələr çoxdur. Qurana görə bir ayənin təfsiri digər ayənin təfsiri ilə ziddiyyət təşkil etməməlidir. Əks halda bu Quranın Allahdan gəlmədiyi iddiasına dəlil kimi istifadə edilə bilərdi. Halbuki Allah Quranda belə buyurur. Ən-Nisa 82. Onlar Quranı düşünməzlərmi? Əgər o Allahdan qeyris tərəfindən gəlmiş olsaydı, həqiqətən onda çoxlu ziddiyyətlər tapardılar. Əl-Kəhf 1. Kitabı, yəni Quranı, bəndəsinə nazil edən və onda heç bir əyriliyə, nöqsana, ziddiyyətə yol verməyən Allaha həmd olsun. Bəs Əş-Şura surəsinin 23-cü ayəsindəki qohumluq sevgisi ifadəsi nəyə işarə edir? Mətnin ümumi konteksti göstərir ki, burada Peyğəmbərin qohumlarının ona qarşı münasibətinə diqqət çəkilir. Çünki ilk dövrlərdə Peyğəmbərə qarşı ən çox çıxanların əksəriyyəti ilə onun öz qohumları idi. Deməli, ayədə qohumluq sevgisi daha çox Peyğəmbərin qohumlarının ən azı qohumluq bağını qorumaları, ona düşmənçilik etməmələri və haqqı qəbul etmələri tələbini ifadə edə bilər. Bu həm də paralel olaraq iman gətirmiş qohumlara da aid edilə bilər, çünki onlar Peyğəmbərin ətrafında sıx birləşməli idilər. Ümumiyyətlə, Peyğəmbəri sevmək Allahı sevməkdir. Peyğəmbərə, yəni Qurana tabe olmaq elə Allaha tabe olmaqdır. Digər tərəfdən Quran insanlara qohumluq əlaqələrini kəsməməyi və qohumların haqqını verməyə əmr edir. Beləliklə, bu ayənin daha uyğun təfsiri, Peyğəmbərin qohumlarının, heç olmasa qohumluq bağına görə ona qarşı ədalətli davranmaları, haqqına düşmən kəsməmələri və iman gətirən qohumlarınsa onun ətrafında sıx birləşmələridir.